Bu gün inşallah biz Taimdən, Taimin məsələ toplusundan başlayırıq etap məsələ həllərinə. İlk mövzumuz miqyasdır və miqyasdan bir sual olacaq inşallah sertifikasiya imtahanında, MİQ imtahanında belə gözlənilir. İnşallah Allah deyən olsun. Ona görə sadə görünsə də üstündən bir dəfə keçməyin bir məncə problemi olmaz. Miqyas və Taim. Deməli, birinci məsələyə baxaq. Əvvəla onu deyim ki, miqyas məsələsində ən çox bu düstura fikir veririk. Həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun miqyas. Və bunun ötəsində həqiqi sahə bərabərdir xəritədəki sahə vurulsun miqyasın kvadratı. Bunlara fikir veririk. İndi deyir ki, birinci test tapşırığına baxırıq. Miqyas verir və miqyasda 5-0 gördün, sil, kilometr yaz. Miqyas nə qədərdir indi? 1 santimetrə 5 kilometrdir. Görürsünüz, 5-0 siləndə 5 kilometr qalır. 1 santimetrə 5 kilometrdir. Xəritədə isə sahə 13 kvadrat santimetrdir. 13 kvadrat santimetr. İndi biz həqiqi sahəni tapmaq üçün qeyd etdiyimiz düsturdan istifadə edirik. Həqiqi sahə bərabərdir miqyas kvadratı vurulsun xəritədəki sahə. İndi buradan xəritədəki sahə bərabərdir. Həqiqi sahə bölünsün miqyasın kvadratı. Daha doğrusu bizdən indi həqiqi sahəni soruşduğuna görə elə biz bunu eləyirik də. Miqyas var, xəritədəki sahə var. Miqyas nə qədərdir? 5 kilometrdir. Kvadratı elədi 25 kvadrat kilometr. Vurulsun 13 kvadrat santimetr. Zəhmət olmasa bir nəfər kimsə vursun 25 olsa 250, o da 75, 325 eləməlidir səhv eləmirəmsə. 325 kvadrat kilometr. Doğru cavab D variantı. Aydın oldu. Deməli, həqiqi sahəni tapmaq üçün miqyasın kvadratını vururuq xəritədəki sahəyə. Miqyasın kvadratı 5-in kvadratı eləyir 25 kvadrat kilometr vurulsun. Xəritədəki sahəmizdə verib 13 kvadrat santimetr. Vuranda eləyir 325 kvadrat kilometr. İkinci test tapşırığı çox maraqlıdır əslində. Diqqət eləyin zəhmət olmasa. Deyir, birinci xəritədə, deməli 2-dən xəritədir. Birinci xəritə, ikinci xəritə. Deyir, birinci xəritədə 36 kvadrat santimetrlik sahə, ikinci xəritədə 4 kvadrat santimetrlə göstərildiyi tədqirdə ikinci xəritə haqqında hansı fikri söyləmək olar? Deməli, birinci xəritədə xəritədəki sahə nə qədərdir? Bu tipdə sertifikasiya MİQ imtahanına düşə bilər. 36 kvadrat santimetrdir. İkinci xəritədə isə qeyd edilir ki, 4 kvadrat santimetrdir. 4 kvadrat santimetrdir. İndi, əziz müəllimlər, burada nəyə diqqət edirik? Deyir, ikinci xəritənin miqyası haqqında nə deyə bilərik? Hər ikisində həqiqi məsafə eynidir. Tutaq ki, hər ikisində həqiqi sahə eynidir. Tutaq ki, həqiqi sahə 36 kvadrat kilometrdir. 36 kvadrat kilometrdir. Burada da 36 kvadrat kilometr olacaq. Həqiqi sahə bərabərdir 36 kvadrat kilometr. İndi buradan nəyə diqqət edirik? Gəlin miqyası tapaq. Miqyas düsturundan həqiqi sahə düsturunu bir dənə bura yazaq. Necə idi? Həqiqi sahə bərabər idi. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Düzdür? İndi buradan biz miqyasın kvadratını tapmaq üçün yazırıq. Həqiqi sahə bölünsün xəritədəki sahə. Tamam. İndi biz yazırıq. Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün xəritədəki sahə. O da bərabərdir. Həqiqi sahəmiz 36. Xəritədəki sahəmiz də 36. Bərabərdir 1. İndi miqyasın kvadratı 1-dirsə, 1 kvadrat kilometrdirsə, miqyas öz deyilə nə qədərdir? 1 kilometrdə, yəni 1 bölünsün, bir yanında 5-0.
Bu birinci xəritə üçün olan miqyası idi. 100.000. İndi gəlirik ikinci xəritəyə. Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün xəritədəki sahə. O da bərabərdir. Həqiqi sahə 36 bölünsün xəritədəki sahə 4. Bu deyilir 9. Əgər miqyasın kvadratı, miqyas heç vaxtı kvadratla verilmir. İstəyir sahə düstur olsun, istəyir məsafə düstur olsun. Miqyasın kvadratı əgər 4 kvadrat kilometrdirsə, deməli nəyin kvadratı 9-dur? 9 kvadrat kilometrdirsə, nəyin kvadratı 9 eləyir? 3-ün kvadratı. Deməli, miqyasımız olur nə? 1 bölünsün 3 kilometr nə deməkdir? 3 yanında 3-də 5 dənə 0. Deməli, birinci xəritənin miqyası olubdur 100.000, ikinci xəritənin miqyası olub 300.000. Deməli, ikinci xəritənin miqyası birinci xəritənin miqyasından daha kiçikdir. Neçə dəfə kiçikdir? 3 dəfə. Deməli, ikinci xəritə haqqında hansı fikir doğrudur? Miqyas 3 dəfə kiçilib. Miqyasın kəmiyyəti 3 dəfə kiçilib. İndi yadınızda saxlayın, bir şey də deyim. Tutaq ki, bu 1 bölünsün 100.000-dir. Yəni, bu 1 santimetrə nə qədərdir? 1 kilometrdir. Yəni, bu 1 santimetrə neçə kilometrdir? 1 kilometrdir. Bu isə 1 santimetrə neçə kilometrdir? 100 kilometrdir. Burada kəmiyyət budur, bax. Budur, kəmiyyət budur. İndi, bunun kəmiyyəti böyükdür, yoxsa bu miqyasın kəmiyyəti böyükdür? Əlbəttə, bu miqyasın 1 bölünsün 300.000 miqyaslı miqyasın kəmiyyəti daha böyükdür. Onda hansı nəticəyə gələcək? Miqyas kiçildikcə miqyasın kəmiyyəti nə olur? Böyüyür. İndi bu 1 bölünsün 100.000 idi, bu 1 bölünsün 300.000'dir. Burada miqyas özü 3 dəfə kiçilib. Amma miqyasın kəmiyyəti 3 dəfə böyüyüb. Aydın oldu? Doğru cavab, miqyas özü 3 dəfə kiçilib. Miqyasın kəmiyyəti 3 dəfə kiçilib, yox 3 dəfə böyüyüb. Miqyas özü 3 dəfə böyüyüb, yox 3 dəfə kiçilib. Miqyas 4 dəfə kiçilib, səhvdir. Miqyas dəyişməyib, bu da səhvdir. Növbəti test tapşırığımıza baxırıq. Aralarındakı həqiqi məsafə 360 kilometr olan iki məntəqə arasında xəritədəki məsafə 9 santimetrdir. Deməli, bu üçüncü test tapşırığıdır. Üçüncü test tapşırığıdır. Deməli, aralarında həqiqi məsafə nə qədərdir deyir? 360. Həqiqi məsafə bərabərdir 360 kilometr. İki məntəqə arasında xəritədəki məsafə də 9 santimetrdir. Xəritədəki məsafə də 9 santimetrdir. Bu tip məsələlər olanda görürsüz deyir ki, həmin xəritədə 3 kvadrat santimetr sahəyə malik olan gölün həqiqi sahəsini tapın. Deməli, miqyası buradan tapa bilərik. Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə və bu da bərabərdir 360 kilometr bölünsün 9 santimetr. Bu deyilir 40. Düzdür? 40 kilometr. Yəni, mən tapdım ki, miqyas nə qədərdir? Miqyas bərabərdir 1 santimetrə 40 kilometr. İndi məsələnin nöqtədən sonraki davamı. Həmin xəritədə, yəni 1 bölünsün 1 santimetr 40 kilometr olan xəritədə 3 kvadrat santimetrlik sahəyə malik olan gölün həqiqi sahəsi. Xəritədəki sahə nə qədərdir bu miqyaslı xəritədə? 3 kvadrat santimetr. İndi biz həqiqi sahəni tapa bilərik də. Həqiqi sahə bərabərdir xəritədəki sahə vurulsun miqyasın kvadratı. O da bərabərdir. Xəritədəki sahə 3 kvadrat santimetr vurulsun. Miqyasın kvadratı da 40'ın kvadratı 4 4'ün 16 yanında 2 0 kvadrat kilometr. Bunu 16'nın 3 vuranda 48 yanına 2 0 əlavə eləyirəm kvadrat kilometr. Deməli bizim doğru cavabımız 4800 kvadrat kilometr. Doğru cavab A variantı. Sonra görək. Maraqlı testlərdir, yəni sadə miqyaslar deyil bunlar. Ona görə yəni kifayət qədər bazalı suallardır. Dördüncü test tapşırığına baxırıq. Deyir, həqiqi sahəsi 450 kvadrat kilometrdir. Nə qədərdir həqiqi sahə?
450 kvadrat kilometr. Gölün xəritədəki sahəsi 50 kvadrat santimetrdir. Xəritədəki sahə nə qədərdir? 50 kvadrat santimetrdir. Xəritədə gölün şimali ilə cənubu arasında 24 santimetr. Bura qədər olan hissə məsələnin birinci həllidir. Buradan biz miqyası tapa bilərik. Biz bayaq düsturdan nə dedik? Dedik həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. İndi biz buradan miqyasın kvadratını tapmaq üçün nə etməliyik? Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə kök altında da yaza bilərik. Axırda kök çıxır deyilə. Bölünsün xəritədəki sahə. O da bərabərdir. 450 kvadrat kilometri bölürəm 50 kvadrat santimetrə. O da bərabərdir 9 kvadrat kilometr. Yəni, əziz həmkarlar, miqyasın kvadratı elə nə qədər? 9 kvadrat kilometr. Deməli, onda miqyas özü nə qədərdir? Miqyas özü nə qədərdir? 1 santimetrə 3 kilometrdə nəyin kvadratı 9 eləyir? 3-ün kvadratı. Deməli, miqyasımız 3 kilometr. Deyir, indi ikinci hissə. Xəritədə gölün şimal və cənubu arasındakı məsafə 24 santimetr. Bura qədər məsələnin birinci həlli idi. Gölün şimali ilə cənubu arasında xəritədə məsafə nə qədər idi? 24 santimetr olarsa, həqiqi məsafəni tap. Həqiqi məsafəni tapmaq üçün miqyası vurmalıyam xəritədəki məsafəyə. Miqyas 3 kilometr vurulsun xəritədəki məsafə 24 santimetr. O da bərabərdir 72 kilometr. Cavab 72 kilometr. A variantı. A variantı. Sonra gəldik bu məsələyə. Xəritədə sahəsi 9 kvadrat santimetr olan, bu asandır, yəni eyni şeydir də. Mənə lazımdır fərqli olanlara baxaq. Sürəti 850 kilometr olan, diqqət. Təyyarə 4 saatda getdiyi yol 1/20 milyon miqyaslı xəritədə neçə santimetr olar? Deməli, sürət 850 kilometrdir. Neçənci test tapşırığıdır? 6. 6-cı test tapşırığına baxırıq. Sürəti nə qədərdir? Sürət 850 kilometr saat. $850 kilometr saat. Zaman nə qədərdir? 4 saat. Miqyas nə qədərdir? 1/20 milyon. Miqyas bərabərdir. 1/20, 1, 2, 3, 1, 2, 3. Olarsa xəritədə sahəni neçə santimetr məsafəni soruşur. Xəritədəki məsafə bərabərdir sual işarəsi. İndi biz sürətin düsturunu bilirik fizikadan. V bərabərdir S bölünsün T. Vahid zamanda gedilən yola sürət deyilir. İndi bizim sürətimiz var. V'dir bu. Zamanımız da var. S'i tapmaq üçün V'ni T'yə vurmalıyıq. Qısa lakonik. 850-ni vururuq 4'ə. 0, 0, 34, 8, 4, 32, 34 kilometr. Deməli, mənim həqiqi məsafəm 3400 kilometr. Və bu tipdə düşə bilər. Və miqyasımda da 1, 2, 3, 4, 5. 5 sıfır siləndə 200 kilometr. Miqyasım da oldu 1 santimetrə 200 kilometr. Nə çatışmır? Xəritədəki sahə. Xəritədəki sahəni tapmaq üçün üzr istəyirəm. Xəritədəki məsafə. Xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni miqyasa bölmək lazımdır. Yəni 3400-ü kilometri bölürəm 200 kilometrə 1, 2, 1, 2. 34-ü 2-yə böləndə eləyir 17 santimetr. Cavab A variantı. Aydın oldu, səsləri bağlayalım, zəhmət olmasa. Aha,
Deməli, indi isə 7-ci test tapşırığına baxırıq. Diqqət edin. Sahəsi 1206 kvadrat kilometr olan adanın xəritədəki sahəsi 134 kvadrat santimetrdir. Buraya qədər həll eləyək. Həqiqi sahəsi 1206. 1206 kvadrat kilometr. Xəritədəki sahəsi 134. Xəritədəki sahəsi bərabərdir 134 kvadrat santimetr. İndi burada nə yoxdur? Miqyas. İndi miqyas bərabərdir. Düstura fikir verin. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. İndi burada miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün xəritədəki sahə. Belə ki, 1206 bölünsün 134. Bölək 134. 9 dəfə deyəsən. 9 4-ün 36, 9 27, 3 siyahda 30, 9 1-in 9, 12. Deməli, mənim miqyasımın kvadratı hər dəfə elə yeni miqyas kvadratı 9 olur. Fikir verin. Miqyasın kvadratı 9 kvadrat kilometrdirsə, deməli, miqyas özü 3 kilometrdir. Bax, bizə lazım olan bu idi. 3 kilometr. İndi miqyas 3 kilometrdir. Gəlir. Xəritədə adanın şimal ucqarı ilə cənub ucqarı arasındakı məsafə 13 santimetrdir. Həqiqi məsafəni tap. Xəritədəki məsafə 13 santimetr. Həqiqi məsafə bərabərdir. Sual işarəsi. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Yəni, xəritədəki məsafə 13 santimetr. Vurulsun miqyas 3 kilometr. O da bərabərdir 39 kilometr. Cavab 39 kilometr B variantı. Sonra baxaq burada. Baxaq. Maraqlı bir sual var burada. Zəhmət olmasa bir dəqiqə gözləyin. Maraqlı bir sual var burada. Buna baxacaq. Məsələdə deyir. Səyyah yolun 6'da 5 hissəsini təyyarə ilə. Deməli, yoldur. 6 hissədən ibarətdir. Rahat yolların deyirəm də, yoldaşlar, baxın. 1, 2, 3, 4, 5. Biraz da uzadırıq, 6. Yol 6'da 5'dir. 1, 2, 3, 4, 5, 6. Bu 6'dan 5'dir. Buradan bura 6'da 5'dir. Görürsünüz. 6'nın neçə hissəsidir? 1, 2, 3, 4, 5. 6'dan 5 hissəsi nə ilə gedib? Təyyarə ilə. Təyyarə. Qalan 200 kilometri, yəni buradan bura deməli qalan bu qədərdir də. Bu neçə kilometrdir? 200 kilometrdir. Qalan 200 kilometri nə ilə gedib? Harahan o? Avtomobillə. Avtomobillə. Əgər bu 200 kilometrdirsə, deməli bu da 200 kilometrdir. Bu da 200 kilometrdir. Bu da 200 kilometrdir. Həmçinin 200 kilometrdir. Həmçinin 200 kilometrdir. Deməli, təyyarə ilə nə qədər gedib? 1, 2, 3, 4, 5, 1000 kilometr. Bildiniz necə? 6 hissə çəkdiniz. Bunun 6'da 5 hissəsini təyyarə ilə gedib. Qalan 200 kilometr. Deməli, bunun bir hissəsi 200 isə 5 hissəsi də 1000'dir də. Aha, səyyahın təyyarə ilə getdiyi yol. Yəni, həqiqi məsafə 69-cu test tapşırığıdır. Səyyahın getdiyi yol. Yəni, həqiqi təyyarə ilə getdiyi yol. Yəni, 1000 kilometr. Düzdür? Bu 1 bölünsün 1.250.000 miqyaslı xəritədə nə qədər olar? 1, 2, 3, 4, 5. 12,5 eləyir də miqyas. Yazırıq. Miqyas bərabərdir 12,5 kilometr. Necə tapdıq? Diqqət edin. 5 dənə ayırdıq. 1, 2, 3, 4, 5. 12,5. İndi biz xəritədəki məsafəni tapa bilərik. Xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə bölünsün miqyas. O da bərabərdir 1000 kilometr. Bölünsün 12,5 kilometr. O da bərabər tartsa nə qədər eləyir? 80 eləyir. Nə 80 eləyir? 80 eləyir. Hə? Bəli, 80 eləyir. 80 santimetr. Aydın oldu. Bax, burada cavab 80 santimetrdir. D variantı. Sonra
Yenə də bax, bu tipdə bir dənə də məsələmiz var. Baxın, zəhmət olmasa. Bax, gəlin buna da bir dənə baxaq. Deyir ki, səyyah yolun 4/3 hissəsini təyyarə ilə. Bax, 12-ci test tapşırığına baxırıq. Deməli, 4 hissədir. Gördünüz, 4 hissədir. Hə? İndi bu deyir 4/3 hissəsini təyyarə ilə. Yəni, buradan bura nə ilə gedib? Təyyarə ilə. Qalan 200 kilometr avtomobillə. Deməli, buradan burada avtomobillə gedib, düzdür. Neçə kilometrdir? 200 kilometr. Əgər bunun bir hissəsi 200 isə, deməli, bu da 200-dür, bu da 200-dür, bu da 200-dür. Deməli, təyyarə ilə getdiyi yol nə qədərdir? 600 kilometr. Bizdən də elə onu soruşur da, səyyahın təyyarə ilə getdiyi yol 1/4 milyon miqyaslı. Deməli, həqiqi məsafə nə qədər oldu? 600 kilometr. Miqyasda 4 milyondur. 4 milyondan da 1, 2, 3, 4, 5 sıfır ayıranda 40 kilometr qalır. Yazıram. 40 kilometr 1 santimetrə. İndi mən xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni bölməliyəm miqyasa. 600 kilometrə bölürəm 40 kilometrə eləyir 15 santimetr. Aydın oldu? Cavab 15 santimetr C variantı. Görək fərqli nəsə var? Görək fərqli nəsə var? Aha, 16-cı test tapşırığı fərqlidir. Deməli, gələk 16-cı test tapşırığına baxaq. 1 saniyə. Aha. Deməli, bizə deyir ki, 1 bölünsün 600 min miqyaslı xəritədə 25 kvadrat santimetr olan bağın sahəsi 15% azalarsa, onun sahəsi neçə kvadrat kilometr olar? Deməli, miqyas var. Diqqət eləyin, zəhmət olmasa. 1 bölünsün 16. Əvvəla bunu yazaq. Miqyas nə qədərdir? Miqyas görürük ki, yazıb ki, 1 santimetrə 6 kilometrdir. Okey. Xəritədə də 25 kvadrat santimetrdir. Xəritədəki sahə 25 kvadrat santimetrdir. Deməli, baxın, sahəsi 15 kvadrat, sahəsi neçə kvadrat? Hə, indi burada 25 kvadrat santimetr olan sahə tutduğu bağın sahəsi 15% azalar. Gəlin biz 25-in 15%-ni tapaq. Çünki bizdən deyir, onun həqiqi sahəsi neçə kvadrat kilometr olar? 25-in 15%-ni tapırıq biz, yoldaşlar. Diqqət eləyin. 25 kvadrat kilometr 100%-dirsə, neçə kvadrat kilometr 15% olar? 25 vurulsun 15 bölünsün 100. 25'i 15'e vuranda 250, o da 125. 375 eləyir, səhv eləmirəmsə. 375 bölürəm 100'ə. 3 tam %7 sıfırın sayı qədər sağdan sola ayırın. 3 tam %75 kvadrat kilometr. Deməli, əvvəl nə qədər idi? 25 kvadrat kilometr idi. Kvadrat santimetr, üzr istəyirəm. Kvadrat santimetr xəritədəki sahədə axı. Hə, indi 25 kvadrat santimetr, düzdür. Sonra bu azaldı, 3 tam %75 kvadrat santimetr. Görək nə qədər qaldı? 21 tam %25 kvadrat santimetr. Aha, indi miqyasımız yenə yerindədir, dəyişmiş ki, 6 kilometr, yuxarıda qeyd eləmişəm. 6 kilometr. Xəritədəki sahəmiz 21 tam %25 kvadrat santimetr. Həqiqi sahəmiz bərabər sual işarəsi. Həqiqi sahəni tapmaq üçün miqyasın kvadratını xəritədəki sahəyə vurmaq. Yəni 36-nı vurmaq lazımdır 21 tam %25'ə. Zəhmət olmasa bir nəfər vursun. 36 vurursan 21 tam %20. 765 eləyir mənim. 765 kvadrat kilometr. Aydın oldu. Cavab D variantı. Fikir verin. Baxın, bir də deyirəm.
Miqyas var. Bu da var. 25 kvadrat santimetr buradan həqiqi məsafə çıxartmağa ehtiyac yoxdur. Yəni bir bölsün 600 min miqyaslı xəritədə 25 kvadrat santimetr olan sahə, aha, miqyas var, xəritədəki məsafə var, həqiqi məsafəni soruşsun. Əgər bizə desəydi ki, həqiqi sahə nə qədər azalıb, biz burada bunu çıxardardıq, deyərdik ki, əvvəl bu qədər olub, məsələn, əvvəl 1000 olub, sonra 765 olub, 1000-dən 765 çıxardıq. Bizdən sadəcə deyir, onun sahəsi neçə kvadrat kilometr olar. Yəni, bizə burada həqiqi sahəni hesablamağa ehtiyac yoxdur. Bir bölsün 600 min miqyaslı xəritədə, miqyas bizə vacibdir deyə qeyd olunmalıdır. Xəritədə 25 kvadrat santimetrdir, xəritədəki sahə 15. Hələ mən bu hissədə bilmədim, həqiqi sahənin azalmasını soruşur, xəritədəki sahənin azalmasını soruşur. Amma sonuc olaraq onun sahəsi neçə kvadrat kilometr dediyinə görə mən bildim ki, xəritədəki sahəni azaldıb ki, həqiqi sahə dəyişib də. 25 kvadrat santimetr 100%, x kvadrat santimetr 15%. Gördüm ki, xəritədəki sahə 3,75 kvadrat santimetr dəyişib. 25-dən 3,75-i çıxdım, elədi 21,25. Yəni, yeni miqyasımız köhnə ilə 1 santimetr 6 kilometr idi. Yeni xəritədəki sahəmiz oldu 21,25 kvadrat santimetr. Həqiqi sahəni də tapmaq üçün miqyasın kvadratını xəritədəki sahəyə vurdum. Tapdım ki, 765 kvadrat kilometr. Aydın oldu. Baxaq buradan. Görək hələ. Görək. Aha, bax. 20-ci test tapşırığı maraqlıdır. Buna baxmamışıq. 20-ci test tapşırığına baxırıq. Həmkarlar. Deyir ki, 20. Miqyas 1/3 milyon olan xəritədə əkin sahəsi 4 kvadrat santimetrdir. Nə qədər idi? 3 milyon. 5 sıfır siləndə 30 kilometr. Yəni bizim miqyasımız oldu 30 kilometr. Daha sonra xəritədəki sahə 4 kvadrat santimetrdir. Xəritədəki sahə 4 kvadrat santimetrdir. Əkin sahəsi bu qədər kvadrat kilometr. Deməli, mütləq şəkildə bu həqiqi sahəni tapmalıyıq. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Xəritədəki sahə 4 kvadrat santimetri vuracaq. 30-un kvadratı nə qədər eləyir? 900 kvadrat kilometrə. Bu da eləyəcək 3600 kvadrat kilometr. Deməli, mənim həqiqi sahəm 3600 kvadrat kilometr oldu. İndi bizə deyir, əkin sahəsi 900 kvadrat kilometr artarsa, artım faizi hesabla. Əvvəl nə qədər idi? 900 nə qədərdir, o artımı istəyir bizdən. 3600 kvadrat kilometr deyil. 3600. 100%'dir də. 3600 kvadrat kilometr. 100%'dir. 900 kvadrat kilometr artmayıb. Neçə faizdə? X faiz. X bərabərdir. 900'ü vururam. 25 olmalı deyəsən. 4 dənə 900 vardı 3600'də. Vurulsun 100 bölünsün 3600. Bir dəfə 4, 25%. Başqa nədir bunun yolu? 25% artıb da. Görürsünüz, baxın 25%. Başqa yolu nədir? 3600 əvvəl olub, sonra 900 olub. 3600'ün üstünə 900 gələrdiniz. Biraz uzun yoldur. Sizə də bilirsiniz ki, imtihanda 1 saniyə belə qızıldır. Elə 4500. Əvvəl nə qədər olub? 3600. Qeyd eləyirsən. 3600 kvadrat kilometr. 100%. 4500 kvadrat kilometr. X faiz. Təkrardan x bərabərdir. 4500'ə vurursan 100'ə, bölürsən 3600'ə. Düzdür? Bu da 125 eləyəcək. Çox güman ki. 125 faiz. İndi əvvəl nə qədər olub? 100%. Sonra nə qədər olub? 125%. Nə qədər artıb? 25%. Aydın oldu? Yəni bu yola getməyin. Bu yol biraz vaxt aparan yoldur. Deməli, sonra baxırıq buradan. Bu məsələləri elədik. Bunlara ehtiyac yoxdur. Bu da asandır, bu da asandır.
Hə, bu tipli məsələ çox vaxt yoldaşlarda biraz sıxıntı yaradır. Diqqət eləyin. Ərazi ölçüləri verir. 40-ın 40-a, xəritədə də 40-ın 40-a olduğunu bilərək miqyası tapın. Diqqət eləyin, zəhmət olmazsa. Bir saniyə. Aha. Ərazisinin ölçüləri 28. Ərazisinin ölçüləri 40 kilometrim 40 kilometrədir. Yəni, həqiqi sahəsi bərabərdir. 40-ı vururam 40-a. Xəritədə ölçüləri, yəni xəritədəki sahəsi də 40 santimetri vururam 40 santimetrə. İndi miqyası soruşur. Ay yoldaşlar, bunu vurdum buna, bunu da vurdum buna. Tutaq ki, elədi 1600 kvadrat kilometr. Bu da elədi 1600 kvadrat santimetr. Rahata qaçaq da. İndi miqyası tapmaq üçün neynəməliyəm mən? Kök altında tutaq ki, kök altında. Həqiqi sahəni bölməliyəm nəyə? Xəritədəki sahəyə, düzdür? Yəni, həqiqi sahə xəritə. İndi həqiqi sahə 40 kilometr vurulsun 40 kilometrdir. Xəritədəki sahədə 40 santimetr vurulsun 40 santimetrdir. Elə deyil. Elə deyil. İndi 2 dənə 40 var, birini çıxartdıq çölə. Çünki 1600-dür, 1600-dən çıxır da 40. Elədi 40 kilometr. 2 dənə 40 var, buradan da 40-ı çıxartdıq çölə. Elədi 40 santimetr. 40-ı 40-a böləndə nə edir? 1 kilometr. İndi, yəni 1 bölünsün 1 yanında 5 ədəd 0. Bu qədər sadə bir şeydir. Aydın oldu? Bu qədər sadə bir şeydir bu. Yenə də və yaxud da məsələn, miqyas bərabərdir kök altında həqiqi sahə bölünsün xəritədəki sahə. Vurmuşuq axı 1600 bölünsün 1600. Yenə də həmin epizod. İndi burada qəşəng rəqəmlər alındı. Elə rəqəm alınardı ki, siz onu kalkulyatordan istifadə etmiş olardınız. Yenə də bir. Eyni şeydir. Bir dənə burada maraqlı bir məsələ var. Vaxtınızı çox almayacağım. Bir dənə buna baxağın zəhmət olmasa. Diqqət. Deyir, A, B məntəqələri arasındakı məsafə. A, B. Diqqət, zəhmət olmasa bir dənə bura baxaq. 33. AB məntəqələri arasındakı məsafə. AB məntəqələri arasındakı məsafə. CD məntəqələri arasındakı məsafədən 3 dəfə kiçik olarsa, CD-dən 3 dəfə kiçikdir. Yəni, AB x-dırsa, CD 3x-dir. AB arasındakı məsafə, CD məntəqələri arasındakı məsafədən 3 dəfə kiçikdir. Yəni, tutaq ki, CD 30-dırsa, AB 10-dur da, elə deyil. Və yaxud AB 10-dırsa, CD 30-dur. Tutaq ki, deyir axı, AB məntəqələri arasındakı məsafə CD məntəqələri arasındakı məsafədən 3 dəfə kiçikdir. Tutaq ki, buna 2 verirəmsə, doğrudan da CD 6-da, AB ondan 3 dəfə kiçikdir və s. Nəysə. Deyir ki, sahəsi 16250. Qeyd eləyək. Deməli, həqiqi sahə 16250 kvadrat kilometr. Olan ərazi xəritədə 6,5 kvadrat santimetr kimi göstərilmişdir. Xəritədəki sahəsi 6,5 kvadrat santimetr. İndi biz buradan miqyası tapırıq. Zəhmət olmasa təcili şəkildə 16250-ni kök altındadır. 16250... Nə? 2500 ümumi. Aha, ümumi, yəni kök altında 2500. Bundan da kök nə çıxır? 50. Mən tapdım ki, mənim miqyasım nə qədərdir? 50 kilometrdir. Bunu 1 santimetrə 50 kilometr. Okey. İndi mənə deyir ki, AB məntəqələri arasında həqiqi məsafə 250 kilometr olarsa, AB məntəqələri arasında həqiqi məsafə 250 kilometr olarsa, CD məntəqələri arasındakı məsafə, indi AB arasında 250-dirsə, CD arasında nə qədərdir? CD, AB CD-dən 2 dəfə kiçikdir axı. Deməli, CD ondan 3 dəfə çoxdur da. 3 dəfə kiçikdirsə, deməli, bu da çoxdur. 250-ni vururuq, eləyir nə qədər?
750. Deməli, CD arasındakı məsafə 750 kilometrdir ki, AB ondan 3 dəfə kiçikdir, 250-dir. Deməli, bizə CD arasındakı məsafənin xəritədə nə qədər olduğunu soruşursa, yazırıq. Həqiqi məsafə CD üzrə 750 kilometr. Qurtardı. Xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə, yəni 750 bölünsün 50. Bu da nə qədər eləyir? 15 santimetr. Qəşəng məsələ idi. Bu məsələnin şəkillərini çəkib atacağımsa həmkarlar, hamısını maksimum şəkildə eləmək lazımdır. Aydın oldu. Yəni, burada qarışıq məsələlər, imtahana düşə biləcək məsələlər çoxdur. Ona görə də bir səhifəsi qaldı. Axır-axırda hamısı da eyni şeylərdir. Məhəllin öncüləri 12 kilometr vursun, 12 kilometr. Nə bilim, burada bir məsələ qaldı. Deyir, 50 dərəcəlik meridian qövsünün uzunluğu 50 santimetr olarsa xəritənin miqyasına. Meridian qövsü, meridianlar yarım çevrədir. 50 dərəcəlik meridian 360 dərəcə deyil, 180 dərəcədir. Əgər tam meridian çevrəsinin uzunluğu 40.000 kilometr götürürsə, yarım çevrə 20.000 kilometrdir. 50 dərəcəlikdə, Greenwichdə, 35 dərəcə şərq uzunluğu, qərb uzunluğu, konkret bir dənə dərəcə qoyub meridian deyirsinizsə, onun ümumi uzunluğu 20.000 kilometrdir. İndi 50 dərəcəlik meridian qövsünün uzunluğu nə qədərdir? 50 dərəcəlik, məsələn, meridian qövsünün uzunluğu. Bir dərəcəsi 111 kilometrdir, 50 dərəcəsi də 5550 kilometrdir. Onu da bölürsə 50-yə tapırsınız. Əgər yox desəydi ki, 50 dərəcə şərq uzunluğu meridianının uzunluğu xəritədə 50 santimetrdir, onda siz 20.000 kilometri böləcəydiniz 50-yə. Bunu qarışdırmayın. 50 dərəcəlik meridianın uzunluğu soruşur, burada üzr istəyirəm. 50 dərəcəlik meridian uzunluğu 20.000 kilometr. Çünki meridianların hamısının uzunluğu bir-birinə bərabərdir. 50 dərəcəsi də, 30 dərəcə şərq uzunluğu da, 150 dərəcə qərb uzunluğu da, 180 dərəcəlik meridiyanda, Greenwich meridiyanda hamısı 20.000 kilometrdir. Xəritədəki məsafədə 50 santimetrdir. 20.000-i 50-yə bölürsən, nə qalırsa bu sənin olur miqyasın. Aydın oldu? Belə. Təşəkkür.